Ehsanlıq umaç halvası hazırladım. 1 kilogram unun üzərinə stəkan yarım suyu hissə-hissə əlavə edərək umac etdim. Umacı çox xırdalamağa və aş süzəndən, xəlbirdən keçirməyə ehtiyac yoxdur. Bu üsulu biləndən sonra hər zaman bu üsuldan istifadə edirəm. Bunun üçün Elifin 3 litrlik rondosu mənim çox işimə yaradı. 1 kilogram umacı cəmi 2 dəfəyə, hər dəfəsində də 6 saniyə müddətində xırdalayıb tam umaç halına gətirdi. Rondo özü iri ölçüdə 3 litrlik tutumlu olduğu üçün mənim işimi çox asanlaşdırdı. 2 dəfəyə gözünüzün önündə umacımı hazır etdim. Həm də vaxtıma qənaət etmiş oldum. Və budur, cəmi 12 saniyə ərzində umacım hazır oldu. Bir dəfə də əlimlə ovub və yayıb qurumağa qoyuram. Şirəsi üçün 1 kilogram şəkər tozunun üzərinə 1 litr su əlavə edib ocaqda qaynadıram. Qaynayıb şəkər tozu həll olan kimi ocaqdan götürürəm. Umac quruduqdan sonra 1 kilogram kərə yağını əridirəm və ərinmiş kərə yağının içərisinə hazırladığım umacın hamısını hissə-hissə əlavə edib qarışdırıram. Biraz qovurduqdan sonra üzərinə yarım çay qaşığı duz əlavə edirəm. Və artıq ocağın orta ateşində tam xına kimi qıpqırmızı qızarana dək mütləq qarışdıra-qarışdıra bişiririk. Artıq rəngi dönüb qızarana yaxın 1 çay qaşığı içərisinə sarı kök əlavə edirik. Sarı kökü əlavə etdikdən sonra da biraz qovururam və artıq gördüyünüz kimi həm çox qəşəng qovrulub, həm də yağı tam üzünə çıxdıqdan sonra şirəni də kənarda tez bir dəfə də qaynar hala gətirirəm və şirəni əlavə edərək qarışdırıram. 1 dəqiqə qarışdırıb ocağı söndürürəm. Düzgün hazırlanan halvanın yağı tam olaraq üzərinə çıxmalıdır. Allah verilən bütün ehsanları qəbul etsin, tutduğunuz orucları və etdiyiniz duaları qəbul etsin. Göz haqqınızı halal edin. Yeni videolarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.